İndi belə deyək, yavaş-yavaş keçirik bizim oxumağa dəyər rubrikamıza. Bizim dəyərli həmkarlımız Mürşid İsmailzadə artıq buradadır. Mürşid müəllim, xoş gəlmisiniz. Xoş gəlmisiniz, sabahınız xeyir. Aydın xanım, xoş gördük sizi. Salamlayırıq sizi. Nədən bəhs eləyəcəyik bugün Mürşid? Bu dəfə, deməli, mən fikirləşirəm ki, qorxu ədəbiyyatı, qorxu filmlərinin həvəskarlarına daha çox maraqlı olacaq. Çünki bu dəfəki kitab Bram Stokerin Drakula əsəridir. Də gözəl. Bildiyiniz kimi bu əsər ümumiyyətlə qorxu janrı deyəndə, vampirlərdən söhbət gedəndə əlbəttə ki, Drakula adı mütləq səslənməlidir. Bəs Drakula adı hardan çıxıb, bu personaj necə yaranıb? Onu deməli, məhz bu personaj İrlandiyalı yazıcı Bram Stokerin qələminin məhsuludur. Yazıcı 1890-cı ildə bu kitabı yazmağa başlayıb və 1897-ci ildə ilk dəfə nəşr olunub. Nəşr olunandan sonra bu kitab çoxlu sayda tamaşaçı, oxucu marağına səbəb olub və hətta ekspertlər və ədəbiyyatşünaslar da bu kitaba çox yüksək qiymət veriblər. Məsələ ondadır ki, kitab qaçik janrında yazılıb və qorxu ədəbiyyatına belə deyək, ən klassik nümunələrindən biridir. Burada əsas qəhrəman Drakuladır. Bildiyiniz kimi, ümumiyyətlə, vampirlər, qanıçən məxluqlar mistikada bir çox xalqların mədəniyyətində var. Hətta Azərbaycanda da bir eşitmişik, xortdan, yəni xortlamış, ölərindən sonra xortlayıb insanlara qanını soran bir məxluq. Amma sırf personaj kimi Drakulanın seçilməsi çox maraqlıdır. Çünki yazıcı o vaxt internet yox idi, kitabxanalarda müxtəlif əlyazmalarla araşdırandan sonra bu personajı tapıb. Personajın prototipi desək, deməli, indiki Rumıniya ərazisində yerləşən Transilvaniya, Valahiya bölmələrinin hökmdarı olan 3-cü Vlad Tsepes, Drakulanın söhbət gedir. Düzdür, Bram Stoker birbaşa prototipin Drakulanın Vlad Tsepes olduğunu bildirmir, amma ondan sonra araşdırmaçılar da məhz bu qərara gəlirlər. Vlad Tsepes özü və onun atası, dediyim kimi, Valahiyanın hakimi olurlar və onlar o zaman dəbdə olan gizli cəngavər ordenləri vardı, Drakul cəmiyyəti. Bu, Rumun dilən tərcümədə həm əjdaha kimi, həm də iblis kimi tərcümə olunur və məhz onların həmin o cəmiyyətdə, ordendə üzv olduğu üçün həm Drakulanın atasına, həm özünə Drakula adı verilir. Əslində, həmin tarixi personaj, 3-cü Vlad Tsepes olduqca zəhimli və qəddar bir hökmdar olub. Çünki tarixdə də məlumdur ki, o öz düşmənlərini, məğlub olmuş ordunu xüsusi amansızlıqla qətlə yetirirdi. Mədəni formada desə, onları nizə üstündə diri-diri oturdurdu ki, onlar çox çətin vəziyyətdə ölçünlər, belə deyək, onları edam edirdi və məhz bunun o qanıçənliyinə görə məcazi mənada Bram Stoker bu qəhrəmanı seçir. Kitab çox maraqlı üsulla yazılıb. Yəni, burada əsasən romanda gündəliklər, məktublar və qazet məqalələri üzərindən qurulub roman. Burada məsələn Jonathan Harker'in gündəliyi var, Mina Murray'in gündəliyi, Dr. Stuart'ın gündəliyi və burada bir maraqlı qəhrəman da var. Hollandiyalı professor Abraham Van Helsing. Daha sonradan bu qorxu filmləri həvəskarlar bilirlər ki, Van Helsinglə bağlı bir çox seriallar, filmlər çəkilir. Çünki bu digər həkimlərdən, alimlərdən fərqli olaraq məhz mistik hadisələri araşdırırdı və digər həkimlərin bacara bilməyəcəyi məsələni Van Helsing özü araşdırırdı. Bu kitabla bağlı bildiyimiz ki, çoxlu filmlər, çoxlu kitablar yazılıb, daha doğrusu seriallar çəkilib. Mən fikirləşirəm ki, ən klassik nümunə bu 1992-ci ildə Francis Ford Coppola'nın çəkdiyi Drakula filmidir. Burada çox gözəl artistlər, aktyorlar ansamblı da var. Keanu Reeves, Anthony Hopkins və Drakula rolunun ifaçısı Gary Oldman var. Və doğrudan da kitab, daha doğrusu o film çox klassik şəkildə yazılıb və bütün ekspertlər deyirlər ki, kitaba daha çox yaxın məhz bu filmdir. Kitabın çox, belə deyən, insanın qanını donduran bir musiqisi də var. O da bu qorxu filmindən xüsusi bir maraq göstərir. Bir maraqla məqamda vurğulamaq istəyirəm ki, Qraf Drakula obrazı nə qədər qəddar, nə qədər qanıçən olsa da, həm kitabda, həm filmdə onun romantik hissləri də göstərilir. Burada, xüsusən filmdə onun bir sevgi hekayəsi göstərilir. Yəni ki, onun müharibəyə gedir, döyüşə gedir və döyüşdən əvvəl ən çox sevdiyi həyat yoldaşı ilə vidalaşır. Çünki o fikirləşir ki, döyüşdə həlak olacaq. Lakin o döyüşdə həlak olmur, qalib gəlir və sağ öz qəsrinə qayıdır. Qaydanda isə o görür ki, artıq onun həyat yoldaşı həyatda deyil. Çünki o, onun həlak olduğu xəbərini alır və bu dərdə tab gətirə bilmədiyi üçün özünün qayğını atır. Məhz bu hadisədən sonra Drakula
Tanrıya, dinə bir növ etiraz edir, bir növ onlara qarşı qalxır və bu hadisədən sonra o bir mənfi qəhrəmana çevrilir. Ümumiyyətlə, vampir obrazları həmişə bir növ romantikliyi ilə seçilib. Çünki onların hipnoz etmək bacarığı, ümumiyyətlə, xüsusən xanımlara qarşı bir növ nəvazişi əks cinsin nümayəndələrə həmişə xoş gəlib. Çünki onların həm də Qraf Drakula bir zadəgəndir, aristokratdır və onun xüsusi öz nəvazişli hərəkətləri var. Və maraq doğuran səbəb sondadır. Mən ümumiyyətlə tövsiyə edirəm ki, bu kitabın orijinalını oxuyasınız. Çünki filmlərdə, seriallarda hər bir rejissor özünə uyğun şəklində hadisəni göstərir. Sonda Drakula öldürüləndə onun gözlərində bir növ rahatlıq olur. Kinoda bu daha çox əks olunur. Çünki, belə deyək, sevginin gücü, sevginin gətirdiyi kömək vasitəsilə Drakula bütün o etdiyi pisliklərə baxmayaraq bir növ əbədi rahatlıq tapır və öz sevgisi ilə o birisi dünyada qovuşur. Çox maraqlı kitabdır. Gəlirəm, yalnız qorxu ədəbiyyatını sevənlər üçün yox, ümumiyyətlə dünya klassikləri maraqlanan insanlar üçün mən hamıya tövsiyə edirəm ki, Bram Stokerin Drakula əsərini oxusunlar. Hörmətli aparıcılarımız, Firuz bəy, Aynur xanım, mənlik bu qədər. Söz sizdədir. Təşəkkür edirik sizə. Çox təşəkkür edirik Mürşid müəllim. Belə maraqlı məlumatlar ötürdünüz bizə kitabla bağlı. Yəqin ki, kimsə ki oxumayıb, kimsə bəlkə baxmayıb filmə, kitabı mütləq əldə eləyəcək, oxuyacaq.